7-ci əsrin yadigarı Bibi Heybət Pirində Peyğəmbər nəslinin 4 nümayəndəsi dəfn olunub. Bu yerin ziyarətgaha çevrilməsi elə bu faktla bağlıdır. 13-cü əsrdə Şirvanşah II. Fərruxzadın tikdirdiyi bu türbə, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının Məkkə, Mədinə, Nəcəf, Kərbəla, Məşhəd kimi əziz ziyarətgahları siyahısındadır. 7-ci İmam Musa Kazımın qızı, 8-ci İmam Rızanın bacısı Həzrəti Həkimə xanım və İmam Musa Kazımın 3 nəvəsi burada uyuyur. Bəzi tarixi rəvayətlərə görə İmam Rızanın qətlindən sonra İmam evlatlarının Mədiniyə buraxılması yasaq edilir. Həzrəti Həkimə xanım İmam nəvələri ilə Bakıya gəlir. Əhl-i Beytə sadiq olan Hacı Bədir adlı imkanlı bir şəxs onları himayə edir. Düşmənlər xəbər tutmasın deyə Həzrət Həkimə xanımın əsl adını gizlədib ona Bibi deyə müraciət edir. Heybət sözü isə ərəb əlifbasına görə Hacı Bədirin adının baş hərflərinin səslənməsindən yaranıb. İmam nəvələri Həzrət Həkimə xanımla yanaşı, Hacı Bədir isə vəsiyyətinə əsasən onun ayaq tərəfində dəfn edilib.